Salam uşaqlar, bugün cimlə işləyirik və bizim 21-ci audio mətnimizdir. Bu 11-ci sinifə aid uşaqlar. Üzr istəyirəm, səsim də batıbdır. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Deməli, hələ qalıbdır burada. Onları da sizinlə paylaşım. Deyəsən, 32-ci audio mətn axırıncıdır. Bax, bura kimi paylaşım. Tam bu kitab paylaşmış olacaq inşallah. Ondan sonra da təzə kitaba keçəcəm. Bunu istəyirəm tam bağlayam. Və playlistdə, yəni mahnı siyahısına kanalıma deməli daxil olanda playlist rus dilində ya da mahnı siyahısı deyə yazılacaq orada. Və orada bu kitab 2023 Cim Rus dili deyə yazılıbdır və orada dərslərin hamısı olacaq. Gəlin başlayaq. Балатон – знаменитое озеро в Венгрии. Это великолепный центр семейного отдыха, парусного спорта, рыбалки, водных лыж и целебных источников. Балатон – крупнейшее озеро не только в Венгрии, но и всей Центральной Европы. На берегу этого озера всегда много туристов. Здесь находится множество курортов. В самых живописных местах побережья расположены комфортабельные гостиницы и дома отдыха. После отдыха на курортах Балатона люди приезжают жизнерадостными и полными энергии. Южное побережье озера Балатон привлекает молодое поколение туристов со всех уголков мира. Здесь созданы прекрасные условия для купания. Старшее поколение любит отдыхать на северном берегу озера, потому что здесь очень тихо, комфортно и спокойно. После шумного города и работы это именно то, что надо взрослым людям для полноценного отдыха. На северном побережье расположена заповедная зона Национальный парк Венгрии. Здесь же находится старинный лечебный курорт, который известен как кардиологический санаторий. Каждое лето на северном побережье озера проходит музыкальный фестиваль. На этот фестиваль приезжает огромное количество музыкантов со всех уголков страны и мира. Фестиваль начинается в середине июля и продолжается до начала августа. Belə dinlədik və indi bu mətni tərcümə edim. Balaton Macarıstanın məşhur gölüdür. Bu ailəvi istirahət, yelkənli idman, balıqçılıq, su xizəyi və şəfalı bulaqlar üçün əla bir mərkəzdir. Balaton təkcə Macarıstanın deyil, həm də bütün Mərkəzi Avropanın ən böyük gölüdür. Gölün sahilində həmişə çoxlu turist olur. Burada çox sayılı deməli kurortlar yerləşir, sahil boyu ən belə deyək də gözəl yerlər, rahat otellər və istirahət evləri var. Balaton deməli kurortlarında istirahətdən sonra insanlar şən və enerjili dolu geri dönürlər. Balaton gölünün cənub sahili dünyanın hər yerindən gənc turist nəslini cəlb edir. Burada belə deyək də çimmək üçün çox gözəl şərait yaradılıb. Yaşlı nəsil gölün şimal sahilində dincəlməyi sevir. Çünki burada çox sakit, rahat və dincdir. Səs, külü, şəhər və işdən sonra bu deməli böyük yaşlı insanların tam istirahət üçün lazım olan şeydir. Şimal sahilində Macarıstanın Milli Park qorunan deməli zona yerləşir. Eləcə də burada deməli kardiologiya sanatoriyası kimi tanınan qədim müalicəvi kurort var. Hər yay deməli gölün şimal sahilində musiqi festivali keçirilir. Bu festivala ölkənin və dünyanın hər yerindən çoxlu sayda musiqiçilər gəlir. Festival iyulun ortalarında başlayır və avqustun əvvəlinə qədər davam edir. İndi gəlin keçək bizim suallarımıza. Определите основную мысль текста. Əsas ideyası nədir? Gəlin baxaq. Nasionalный park Венгрии, Macarıstanın milli parkı. Ondan sonra музыкальный фестиваль на Северном побережье,
Şimal sahilində musiqi festivali. Живописное место озера Balaton. Balaton gölünün mənzərəli yerləri. Озеро Balaton Center turizma и отдыха. Balaton gölü turizm və istirahət mərkəzidir. Целебные источники Vengriya. Macarıstanın müalicəvi bulaqları. Deməli, əsas ideya söhbət nədən gedir uşaqlar? Əlbəttə ki, озеро Balaton Center turizma и отдыха. D variantını seçirik. Укажите неверное утверждение по тексту, yəni mətnə uyğun olmayan. На северном берегу озера Балатон есть места для купания. На северном. Ancaq на северном deyil, axı uşaqlar burada уже düz getmədi. Так, музыкальный фестиваль в Венгрии привлекает огромное количество музыкантов. Burada da düzdür. Deməli, Macaristandakı musiqi festivali çoxlu sayda musiqiçiləri cəlb edir, düzdür. С курорта Балатона туристы возвращаются жизнерадостными. Turistlər deməli Balaton kurortundan şən qayıdırlar. На побережье озера находятся дома отдыха и гостиницы. Düzdür, bunlar da evlər, deməli otellər var orada, düz deyirlər. На курорта Балатона старшее поколение туристов имеет прекрасные условия для отдыха. Deməli, Balaton kurortlarında yaşlı turistlər, məsələn də, yəni yaşlı nəsillərdir belə, istirahət üçün əla bir şərait var, düzdür. Deməli, A variantı burada уже uyğun gəlmir. 123-də используйте информацию из текста, определите верный ответ на вопрос. Почему старшее поколение любит отдыхать на северном берегу озера Балатон? Deməli, sual belədir. Nəyə görə yaşlı, belə deyək də, yaşlı nəsil, deməli, yaşlı nəsil niyə Balaton gölünün şimal sahilində istirahət etməyi xoşlayır? Belə. Deməli, biz də bilirik ki, əlbəttə ki, burada çox sakit, rahat və də çox, yəni onlar üçün əlverişli yerdir deyə, spokojno. Ona görə də A variantı bunda seçə bilərik. Здесь очень тихо, комфортно и спокойно. Belə. 124. Дополните предложение словами из текста. Старинный лечебный курорт, который расположен на побережье озера Балатона, известен как. Deməli, deyir ki, Balaton gölünün sahilində yerləşən qədim müalicəvi kurort kimi tanınır. Əlbəttə ki, hansı sanatoriyadır? Kardioloji sanatoriyadır. Gəlin onu da yazaq. Yazırıq, bax, bu şəkildə. Kardiologiski sanatoriy deyə davam edirik burada cümləni. 125-də. Используя информацию из текста, напишите ответ на вопрос. Где находится национальный парк Венгрии? Deyir ki, Macaristan Milli Parkı harda yerləşir deyə. Biz də deyirik ki, на северном побережье. Ya da на северном побережье озера Балатон находится национальный парк Венгрии deyə, bax, bu şəkildə deməli cavab verə bilərik. Напишите одно прилагательное из текста, которое характеризует слово гостиницы. Гостиницы, так, отелlərdə комфортабельные deyə. Комфортабельные гостиницы. Гостиницы какие? Комфортабельные. Bu şəkildə deməli yazırıq. Belə uşaqlar, sağ olun, görüşərik.